Qarabağa gələndə, yəni Dublə gələndə bizim payaskamız olub, deyəsən Şamaxıya gedirdik. Yol üstü hardasa astanovkada saxlamış. Ay bir də görürüm ki, marketin uşaqları Fanta, Simiçka, çipsi zat. Ha. Bizim də bir dənə məşqçimiz var, Xəyal müəllim. Deyirəm, Xəyal müəllim, yəni bu nədir? Ha, belə baxır. Ha, deyir içirlər də, Yəni normaldır da yəni. Da, yəni ki özü başa düşür ki, yəni bu olmaz. Amma uşaqlara şey eləmə olmur da. Yuxarı baxıram, Amin Rzayev 16 yaşlı, o da bəlkə eşitmişsiniz, 2009-cu ildə. Yəni perspektiv o uşaqdır. Yox. Sol zaşitnikdir. Ramazanov deyir. Ha, o Ramazandır. Sol zaşitnik gəlir belə paketlə, deyirəm Amin necə suda? Gəl bura. Ha. Görürəm əlində şeydir. Deyirəm ki, Amin, ən zamandır, pristav elə ki, sumkada. Deyirəm bu nədir? Simiçka, çipsi, Fanta, sən kim icazə verib? A deyir mən deyirəm, uşaqları alıb mənə deyiblər avtobus apar. Qardaş bunu soruşturublar ki ən cavanı veriblər rasxoda. Belə baxdım, o pristav elə ki paketin bəlkə 80%-ni içindəkiləri çıxartmışam. Deyirəm ala bu piçeni yubileyni olar. Nə bilim, pryanik olar, baxıram simiçkadır, chips. Biri var ki, alarsan belə, kriti Coca-Cola. 2 litrlik. Paketin ağzından çıxır, butulka, ondandır da. Yerləşmir. Veriblər ən cavana ki, ala bunu avtobusa sal. Akşam məşqdən sonra Prosta yaxşı, mənə dedi, kim dedi, uşaqlardan kim zakaz eləyib? Dedim, eybi yox, Amin, get denən ki, Maksim müəllim götürüb. Verdim öz administratorumuz var, nə bilim, kimə icazə var. Verdim ki, ged alın müftədir, gedin yeyin üçün çıxdığınız üçün. Yəni belə şeylər olur da. Yəni